Baxın, dönə deyirdik ki, həmin o siyasi məhdudların çəkdiyi nəzarətiyyət, həmin o medianın əzilməsiyle, o sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasıyla, həmin o seçkilərin saxtalaşdırılmasıyla sizin cibinizin və süfrənizin arasında birbaşa əlaqə var. Yorulmadan illərlə mən bunu deyirəm. Siz baxmayın ki, bu siyasi məhdudların həbs olunması yalnız onlara, ailələrinə, demokratik qüvvələrə zərbə. Xeyr, birbaşa bilin bunu. Tofiq Yaqublu başda olmaqla, bizim o bütün müxalifət fəalları, vətəndaş cəmiyyəti fəalları, jurnalist qızlarımızın, digər jurnalistlərin, ziyalılarımızın, inanclı insanların, haqsız yerə şərrələrək həbs olunmuş hər bir insanın həbs olunmasıyla, susturulan mətbuatla, saxtalaşdırılan seçkilərlə bizim bugün yaşadığımız bu qiymət artımları arasında bu kasıblıq, yoxsulluq, hüquqsuzluq arasında birbaşa əlaqə var. Cəmiyyəti bu şəkildə susturublar və indi də öz istədikləri kimi dikdə edirlər, hesablaşmırlar cəmiyyətlə. Ona görə də bilmək lazımdır ki, siyasətlə məşğul olmaq lazım. Bizi, sizi, hamımızı birlikdə aldatmağa çalışırlar. Güya ki biz siyasətlə məşğul olmayıb özümüzün normal həyatımızı sürəcəkdik. Ama o normal həyat? Kim sürətdir o normal həyat? Kimdir bu günləri siyasətlə məşğul ola bilməyib, amma öz normal həyatını, təminatlı, sabahına təhlükə olmayan həyatını sürəbilər? Bugün bu ölkədə nəinki sadə insanların, işsiz insanların, müxalif mövqeli insanların, hətta dövlətlə müxalif, hətta zənginlərin də sabaha heç bir ümidi, heç bir təminat yoxdur. Çünki ölkədə hüquq yoxdur, məhkəmə yoxdur, xüsusi mülkiyyətə heç bir təminat yoxdur. Ona görə də əziz həmvətənlər, bilmək lazımdır. Zərərin parasından dönsən kardır. Biz dindi heç olmasa bilməliyik ki, baxın, bu qiymət artımları, xalqa bax bu saymaz yana münasibət, bu soyğunçu münasibət o vaxta qədər davam edəcək ki, biz fundamental hüquqlarımız uğrunda mübarizə aparmayacağıq. Biz dərk etməyəcəyik ki, o seçki azadlığı uğrunda mübarizə yalnız siyasilərin işi olmalı deyil, o hamımızın işi olmalı. Biz onu dərk edənə qədər bu zulmlər də davam edəcəklər.